Ötən il ilk dəfə bədxassəli yeni törəmə diaqnozu qoyulmuş 15.144 nəfər qeydiyyata alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ilk dəfə diaqnoz qoyulan xəstələrin 6.787-si kişi, 8.357-si isə qadın olub. Hər gün orta hesabla 41 nəfərə xərçəng xəstəliyi diaqnozu qoyulur. Komitədən verilən məlumata əsasən, ötən il tibb müəssisələrində qeydiyyatda olan bədxassəli yeni törəməli xəstələrin ümumi sayı 74.004 nəfər olub. Qeydiyyatda olan xəstələrin 28.026-sı kişi, 45.978-i qadındır. Yaş qrupları üzrə qeydiyyatda olan xəstələrin 952-si 0-17 yaş, 1603-ü 18-29 yaş, 5797-si 30-39 yaş, 32.452-si 40-59 yaş, 33.200-i isə 60 və yuxarı yaş qrupuna aid olub.